Deməli, bilirsiniz də, mən diyeta saxlayıram. Hə, anamla getdik parka. Bu itini gəzdirirdi, anam da məni gəzdirirdi. Hə, nəsə gördüm ki, bunun itinin anamdan xoşu gəlmədi. Anamın üstünə cummağa başladı. Mən də ağıllıyam axı. Başa düşdüm ki, bu biri tək qalaq deyə bunu eləyir. Nə artıq mamanı xilas eləmədin? Az mamam o qədər çətinlikdən keçəm. O vaxtında evlənib, mən evdə qalmışam. Bu fürsəti dəyərləndirməli idim. Sonra deməli... Sonra deməli, yaxınlaşdım bunun yanına. Maman neynirdi onda? Canım anam, mənim xoşbəxtliyim üçün vuruşurdu. Bacardığı qədər, o qədər qaçdı. O qədər qaçdı. Anam qaçır, it qaçır. Anam qaçır, it qaçır. Anam qaçır, it qaçır. Arada da qışqırır, ay Allah, budum. Elə bil arvadın tükəsin kəsirləri. Az bəlkə həqiqi kəsilmişlər. İt dudana yapışıb budumdan dişləyib gedib qotarardın dana. Komadan çıxandan sonra soruşdum. Dedi ki, bala, bir budla kimdir kimi tanıyan? Tək sən xoşbəxt ol. Elə bir şey olmayıb da olsaydı deyərdi. Bənə əsas odur, düz deyirsən.